O gün analiz elədiyim maraqlı bir statistika deyim. Deməli 2013-dən bu yana motosiklet sürürəm və mənə yolda bir dəfə belə xanım sürücü yol verməyib. Yəni bax, qabaq bomboşdur, bir dənə xanım sürücüyə görə dayanırsan burada. Gəlirsən deyirsən ki, əslində eləmirəm düzdür, amma indi məcbur qalanda, tələsəndə eləyəndə bir yaxın uzaq işıqları yandırıb söndürürəm. Plus arada bir gəlib yanına siqnal verirəm. Deyirəm ki, bir dənə yol verin, keçim. Elə bilə heç baxmırlar, yoxdur. Elə bilə arxada heç adam, heç bir şey yoxdur. Bu həqiqətən maraqlı ki, bu xanımlar niyə yol vermir? Amma yol almağı onlardan yaxşı bacaran yoxdur. Yəni elə bir dənə belə arxaya baxır, böyle baxır ki, orada elə bir pauzan bastıdan bütün yol dayanır. Amma bildiyiniz kimi yolda mədəniyyət, yol mədəniyyəti ümumiyyətlə qarşılıqlı olmalıdır. İstəyir qadın, istəyir nə bilim albino olsun, istəyir kişi olsun, istəyir nə bilim fil olsun, fərqi yoxdur. Yəni qarşılıqlı hörmət olaraq siz bu işin öhdəsindən gəlməlisiniz. Yolda elə bir şeydir ki, bir insanın həyatında elədiyi ən təhlükəli şeylərdən biridir. Bu maşın sürməkdir, ümumiyyətlə nəqliyyat vasitəsi idarə eləməkdir.